xilas eyləyər. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Canlı şəhid, yaşayan canlı şəhid, torpağın üstündəki bircə damcı qanlı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın halisidir, gör necə insanlı şəhid. Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm. Ki vətən torpağı uğrundakı qurbanlı şəhid. Şəhidin yeri cənnətdir, buyurubdur yaradan. Cənnəti axtaran hər bir kəsə ünvanlı şəhid. Düzdür, çox böyük dərddir bu dünyada qalanlara. Çünki səni unutmaq da bizlərə nöqsanlı şəhid. Arzanca ağlayanlar həm də sənlə qürur duyur. Sən baxma gözlərində yaşları leysanlı şəhid. Sənə borcludur bu torpaqda qalan hər bir kəs. Elə bir xəstələnmişik bizə olmandı şəhid. Məzarın üstə gedən yolda fədadır canımız. Bizlər nə kar edib aləmə sultanlı şəhid. Üç kitab oturardılar, aradan görsənərdi, bir-birini qaldırsa görsənərdiniz. Nəyi var? Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Bu vətən torpağın sən öz qanınla suvarmısan. Üçün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Düşmənin atdığı hər mərmi əgər zəhərdirsə, onu şərbət eləyən bir belə dərmanlı şəhid. Bu millət ağlayacaq arxanızca hər daim. Ki bəlkə göz yaşımız yolunda ehsanlı şəhid. Və bütün dünya baxır görür şəhidlik arzumuz. Oxunan fatihələr dünyaya üsyanlı şəhid. Sən ki torpaq uğrunda öz canını sipər etdin. Həmin o torpaq indi üstünə yorğanlı şəhid. Canlı şəhid, yaşayan canlı şəhid. Torpağın üstündəki bircə damcı qanlı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın halisidir, gör necə insanlı şəhid. Nə etsək, nə desək, bilin ki azdır. Şəhadət eşqi ilə boğulanlara, bu ömrü yaşamaq üçün borcluyuq, bir ölüb 1000 dəfə doğulanlara. İnanın kökündə siz dayanmışsınız. Bu millət qələbə çalıbsa əgər, o haqqı bizlərə halal etməyin, gözünüz arxada qalıbsa əgər. Şərəfli şəhadət bir ağac olsa, siz həmin ağacda bir budaq olun. Bədəni torpağa fəda etdiniz. Bu vətən sağ olsun, siz də sağ olun. Nə qədər dövləti gücü olsa, nə qədər silah olsa, nə qədər düzgün fərdi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskər zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran olur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək bizim yaddaşımızdan və bugün onların uşaqdır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, vətənə bağlı olsunlar. Bizim qəhrəmanlar qılır. Şöhrətimizi yerlərə çalır.